Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda sazan balığından ləzzətli sırdak hazırlayacağım. Qeyd edim ki, sırdağı istənilən az sümüklü balıqdan hazırlaya bilərsiniz. Əvvəlcə hissələrə böldükdən sonra doğradığım balığın üzərinə hər iki üzünə duz səpirəm. Duzun miqdarını zövqə görə artırıb azaltmaq olar. Biraz da istiot əlavə edirəm. Tavanı əvvəlcədən isidirəm. İsti tavanın içərisinə duru yağ əlavə edirəm. Yağ tam qızdıqca balığı yerləşdirirəm. Yağ isti olmalıdır ki, balıq tavaya yapışmasın. Əvvəlcə bir üzün azacıq qızardıram. Digər üzü də azacıq qızardıqda balığı yağın içərisindən götürüb qazana düzəcəm. 3 ədəd pomidor götürmüşəm. Bu cür halqavari şəkildə doğrayıram. Doğranmış pomidorların üzərinə duz əlavə edirəm. Bir dəstə cəfərini də çox xırda olmayacaq şəkildə doğrayıram. Balığı pişirdiyim yağın içərisinə pomidor əlavə edirəm. Bir üzü bir dəqiqə ərzində azacıq sözdükdə digər üzünə çevirirəm. Çox qızartmağa ehtiyac yoxdur. Qızarmış balıqları qazanın içərisinə yerləşdirdim. Üzərinə pomidoru düzürəm. Yerdə qalan yağı əlavə etdikdən sonra 3 diş də sarımsaq doğrayıram. Sarımsağın miqdarını zövqə görə artırmaq olar. Doğradığım cəfərini əlavə edirəm. Sonda azacıq da kərə yağı əlavə edirəm. Qazanı qapağını örtüb van modda yeməyi bişirirəm. Öz buğunda sırdaq tam bişir. Artıq gördüyünüz kimi yemək hazırdır. Görürsünüz, çox gözəl pişibdir. Dadına söz ola bilməz. Fərqli, maraqlı, ləzzətli bir yemək alındı. Hər kəsə bu üsulu mütləq sınamağı tövsiyə edirəm. Videom sizlər üçün faydalı oldusa, İzləyərkən bəyənməyi unutmayın.